Deməli şok. Mirdağa Kürdəmirlidən sizə şok xəbər. Toylara pulsuz gedir Mirdağa müəllim. Dostlar, bu paylaşımı bəyənin. Kanala abunə deyilsinizsə kanala abunə olun. TikTokda bir Mirdağa müəllim var, meyxanaçı, həm də Mirdağa Kürdəmirli. TikTokda Mirdağa müəllimdir. Belə amma meyxanaçılar arasında Mirdağa Kürdəmirlidir. Deməli deyir, toylara pulsuz gedirəm dekabr ayının sonuna kimi. Dekabr ayının sonuna kimi toylara, kampanyalara, ad günü və s. da bir sözlə ki, pulsuz, təmənnasız gedirəm deyir. Orada deyir, belə başqa meyxanası gətirsəniz, ancaq deyir, meyxana ustadı olsun. İndi videosu da qoyulacaqdır. Baxın, görün, diqqətlə qulaq asın. Pulsuz toylara gedən meyxanaçı. Ustad belə olar, ancaq nəyə? Şabaşa. Bəli, şabaşdan bilirsən nə pul yığırlar. Bəh. Çaş mən də meyxana deyə biləydim. Ay, biri TikTokda, biri YouTube'da bir sözlə ki, partladırlar. Allah xeyirlərini versin. Valla paxıllıqlarını çəkənin. Mən reklam edirəm. Nəsə söhbəti xoşuma gəldi. Dedim, qoy Mirdağa müəllimə reklam eləyim. Düz deyim, onun reklama ehtiyacı yoxdur. Bir antikvar səslər çıxardı. Bir sözlə ki, bir aralarda maraqlı bir söhbətlər var da bir sözlə ki, TikTok fenomenidir də bir sözlə. Deməli, pulsuz toylara gedən Mirdağa müəllim. Eşq olsun. Qulaq asın Mirdağa müəllimə. Müəlliməyə yox ha, müəllim. Bəli, Mirdağa müəllim. Belə nə deyirlər, istedaddır da, uğurları bol olsun. Dekabr ayının sonuna kimi pulsuz toyları gedirəm, meyxana deməyə. Pulsuz toyları gedirəm, əzizlərim. Amma şabaş, yəni sırf şabaşa toylara gedirəm, məclislərə gedirəm, ad günlərə, banketlərə, açılış olsun, əskər gəldi, əskər getdi, fərqi yoxdur. Yəni gedirəm. Amma Bakıda, rayonlara yox, Bakıda. Bir də xahiş edirəm ki, ora əgər məndən də başqa bir meyxanaçı çağıracaqsınızsa, mənə Ravno deyən meyxanaçılara çağırın, ustadlardan çağırın ki, yəni mənim əziyyətlərim var. İllər boyu Mirdağa müəllim bu sənətdə əziyyətləri var. Məni uşaqla yanaşı orada otuzdurmayın ki, sabahlar uşaq əlimdən elə o məcbur mikrofonu dartıb alanda, yəni mənim ictimai nüfuzuma xələl gətirməyin, xahiş edirəm. Yəni pulsuz dekabr ayının axırına qədər. Yəni xidmətinizdə varam. Öpdüm, bəyənin paylaşın.